Salam dostlar, necəsiz? Nə var, nə yox? Mən sizə video paylaşmışdım. Yəni əslində şey eləmişdim, prosta telefonumu dəyişdim deyə, təzə telefon aldım deyə. Onun üçün videoda belə batdı. Bunun kitabın açılışını mən sizə göstərmişdim. Kitab Game of Thrones-dur. Qoy sizə danışım Game of Thrones haqqında biraz. Biraz tarixi kitabdır əslində. Əslində bu kitabın birinci, yəni əslində bu kitab özü çıxmışdı, sonra film çıxmışdı. Prosta mən filmlə baxıb təzədən öz kitabını aldım. Game of Thrones. İra Prestolov. Yani belə deyim, перед вами величайшее книги песни Дарья Огня. Hani bu episkaya çıxan yəni nəsə də əsas budur. Yəni bunu göstərməsi budur. Totq Tigrat Prestol либо погибать, либо побеждает середini bu ay. Əslində mən bunun açılışını göstərmişdim. Paket gələndə təzə gələndə açılmışdım. Yəni açırdım, eləyirdim, onu göstərmişdim. Prosta o telefonda qaldı deyə. Onunla köçürəndə da silinib elədi deyə onun üçün o video şey eləmədim. Yox, yəni paylaşamadım da belə deyim. Onun üçün ancaq belə oldu. Daha heç də görək, yəni əlbəttə belə də göstərim. Kitabın qiyməti nə qədər qiymət var ha? 19 man 49 qəpik idi. Yəni bura zakazdan nə qədərsə gəldi, 23 man neçə qəpikdən. Heyf, yəni çox qəşəng paket zad açmışdım. İndi bu hələlik birinci hissəsidir. Bunun ikinci, üçüncü hissələri də var. Əslində bunu bilsizmi? Fərqli ölkələrdən fərqli krallar və kraliçələr çalışırlar bir dənə tronu zəbt eləməyə. Yəni bu tronu zəbt eləməyə. Bu tronda hər adam öldürəndə ejderha nəfəsi ilə belə pişirilib tron vidinə tam deyəmirəm, yəni plavis eləyib, deyim də kimsə rusca başlayır. Yəni plavis eləyib tron vidinə gətirənlərdir. Bu deyə yapışıb bir yapışıb tron vidinə. Bunu belə gətiriblər ejderha nəfəsi ilə. Sonra ejderhalar tamamilə ölüb. Ondan sonra bu şey gəlir. Bunun əsli başçısı Daenerys, kraliçə. O neysə o biraz irəliləyiş edir. Təzədən dönüşür kraliçə. Onun 3 dənə yumurta verirlər. O da yumurtanı çıxarır eləyir, nəsə ejderhalar çıxır eləyir, sonra başlayır böyüməyə falan. Axırlarını danışdım. Axırlarda Daenerys'i öldürürlər. Ejderha da onun yəni ejderha ona Daenerys ejderhalarına o uşaqlarım deyir. Özü yəni ölümdən dönən Mamit uşaqlarda yaranıb. Nəsə bunun kinosa baxan tam başlayasınız. Elə onu deyirəm. Nə deyirdim mən? Elə Daenerys'i öldürürlər. Öldürən Mamit ejderha da onu götürüb pəncəsinə götürür. Elə bunu da öz nəfəsi ilə, öz ateşi ilə belə deyim, bunu təzədən yox eləyir bu tronu. Öz nəfəsi ilə yaranmış tronu özü də yox eləyir ki, insanlar tada çalışıb bunu özlərinə ziyan vurmasın. Yəni bunu zəbt eləmək üçün özlərinə ziyan vurmasın. Amma Daenerys'i öldürəni o ziyan vurmur. Daenerys'i öldürən də Jon Snow olur. Yəni çox insan baxdıysa bilir də bunu. Jon Snow da yəni əslində Daenerys'in dostu kimi görünür, amma Daenerys onun belə deyim istəklərinin kənara çıxdığı üçün onu öldürür. Bir ölkə deyirəm, bir yerə cunmuşdu. O yerdəki halbuki insanlar pis etdi. Yəni zəng vardı, zəngi vurdular, dedilər ki, yəni pis edirik də. Amma Daenerys dayanmaq yerinə davam elədi. Tamamilə o yeri məhv elədi. O yeri məhv eləmənin səbəbi ki, Daenerys'in yəni neçə il dostları, yəni bu sürəcə gəlmə Mamitin dostu, onun gözünün qabağında başını kəsdilər, tulladılar yerə. Onun üçün də o əsəblə hamısını öldürdü. Özü 3 ejderhası var idi. Həmən insanlara görə 2 ejderhasını itirib. Həm ona görə Daenerys acıqlı idi, həm də elə bir o bu süreçdə gəldi dostunun başını kəsdiyinə görə o da istədi ki, o pis insanları öldürməyə. Həm də bu süreçdə ona görə Daenerys başladı hamını hər yeri yox eləməyə. Tam ətraflı danışıram kitab haqqında. Tam spoiler eləmək istəmirəm. Əslində spoiler eləmək yeri heç bir şey qalmayıb. Axırını danışdım, başını danışdım. Bir dənə qaldı ortalarını oxumaq. Məncə ən maraqlı ortaları idi. Axırları çox pis idi. Yəni axırlar dediyim yəni ən axırı. Yəni heç tövsiyə eləmirdim də baxmağa. O öldürən momentlər var. Yəni çox pis oldum mən əslində. Mən istəmirdim ki, ölsün.
İstəyirəm ki, davam eləsin. Düzdür, kitabda bilmirəm nətər yazılıb. Kitabda tamamilə fərqlidir. Yəni bunun oxşarı fərqlidir. Yəni filmdəki başlıqla kitabın başlığı tam fərqlidir. Yəni personajlar, yəni oyunçular eyni olsa da, amma fərqlidir mövzular. Nəysə dostlar, elə başqa videolar çəksəndə sizə paylaşsam, öpdüm sizi, görüşərik.